Ustad, deməli belə başa düşdüm ki, bu cür olan təqdirdə biz düzgün nemət verəni tapmalıyıq. Düzgün dini tapmalıyıq və düzgün Allaha, ilaha tapmalıyıq. Bəs bu prosesi hardan başlamalıyıq? Əlbəttə ki, Allahı tanımaqdan başlayacaq yolumuz. Bəs ay ustad, Allahı biz harda tanıyaq? Hansı yollarla tanıyaq? Əlbəttə ki, Allahı tanımaq üçün təcrübi yol doğru deyil. Çünki Allah bizim hisslərimizlə hiss olunan bir varlıq deyil. Hisslərimiz hansılardır? 5 hissimiz var. Toxunma, görmə, eşitmə, dad bilmə, qoxu bilmə. Bu hisslərlə Allah dərk oluna bilməz, tanına bilməz. Deməli, ikinci bir hissimiz, batini bir hissə keçəcəyik. Biz batini hissi, bir qəlb hissi var, bir əql hissi var. Hər kəsin qəbul elədiyi, bunların ikisinin arasında hər bir insanın qəbul elədiyi hiss əql hissidir. Deməli, biz əqli yoluyla, məntiq yoluyla, ağıl yoluyla biz Allahı tapacağıq, axtaracaq və qəbul edəcəyik və suallarımıza cavab tapacağıq. O əqli yollar hansılardır ustad? Bu haqda İslam alimlərinin, din alimlərinin, ümumi din alimlərinin, ilahiyyat alimlərinin bizə göstərdiyi yollar var. Əqli yollar var. Və bunların demək olar ki, əksəriyyətini Quran təsdiqləyir. Allah da bizə onu göstərir. Məsələn, onlardan birincisini nizam və nazim qanunu. Yəni, hər bir nizamın arxasında nizam verən bir varlığın, bir kəsin, bir nazimin olduğu qanundur.